Təhsil Nazirliyinin və dövlətin prioritet məsələsidir. Yəni, bu baş verməlidir, bu olmalıdır. Müəllim də üzərində işləməlidir. O müəllimlərdən biri də mənəm və mən heç kimi torma salmıram. Mənim heç bir sosial platformamda, ay nə bilim, gəlin mənlə hazırlaşın, əla olacaq, belə bir şey yoxdur. Yəni, bunu istəsiniz bir jurnalist kimi araşdıra da bilərsiniz. Mən bura yazıb gətirmişəm, çoxsunu qeyd eləmişəm, bəzilərini qeyd edə bilməmişəm. Bu, imtahanlarla bağlı problemlər. Bizim söhbət gedir sırf Azərbaycan dili ədəbiyyat imtahanı ilə. İlk növbədə mənə maraqlıdır bu fənnə qarşı bir qərəz. Yəni, bu qərəz neçə ildir var? 2023-də də var idi, 2024-də də var idi, bu ildə vardı. Adi primitiv bir şey deyəcəm, bura yazmışam. Qərəz nəyə deyirsiniz? Gəlin onun nümunə qərəz birini deyim. Deməli, ayın 18-i 3 fənn imtahan verib. Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni. Necə olur ki, riyaziyyat müəllimlərinin nəticələri əladır, ingilis dili müəllim nəticələri əladır, amma Azərbaycan dilində ədəbiyyatda elə bir nəticə yoxdur. Və nəzərə alaq ki, bu il imtahanda, sertifikasiya imtahanında iştirak edən Azərbaycan ədəbiyyat müəllimləri 2021-də yüksək balla miqdən keçib orta məktəbə qəbul edən müəllimlərdir. Bu bir. İkinci məsələ. Bunların hamısına xahiş edəcəm, cavab verəcəklər. Deməli, 14 mətin salınıb Azərbaycan. Hələ mətinlərin özünə boyda deyir ki, müəllim deyir ki, mən ekranı aşağı-yuxarı eləməkdən, mətinlərin həcmi də böyükdür, telefonumda var, heyf ki, söndürmüşəm, orada mətin nümunələrini gətirmişəm. 14 mətinə, birinə 4 dəqiqə vaxt ayrılsa, 56 dəqiqə eləyir. Yerdə qalır 46 sual, 64 dəqiqə. Yəni, bir suala 1,4 dəqiqə. Yəni, maksimal yuvarlaşdırma ilə 1,4 dəqiqə vaxt qalır. Yəni, bu nə qədər obyektivdir? Bax, çox maraqlı. İkincisi, niyə riyaziyyat müəlliminə riyaziyyatdan sual düşür? Fizika müəllimə, digər fənlərlə bağlı mənim üçün problemim yoxdur, onu da deyim. Fizika müəllimə fizika ilə bağlı sual düşür. Azərbaycan dili müəlliminə 14 mətin düşüb. Schopenhauer'dan, konstitusiya mətni, biologiyadan və yaxud digər fənlərdən. Yaxşı, bu 2 saat... Bir də məsələni dəqiqləşdirək. Sual biologiyadan deyil, mətin biologiyadan. Elmi, belə deyək də, elmi terminoloji sıxılığı ağır olan mətin. O cümlədən konstitusyon, rəsmi işgüzar üslubda olan olsun, amma ona uyğun vaxt olsun. Baxın, mən bir haşiyə çıxım, imtahan çətin olsun, lap çətin olsun. Bu problem deyil, amma hamıya eyni olsun. Hamıya eyni gözlə baxılsın. Yəni, müəllim qeyd elədi çıxışındakı, sertifikasiyadan uğurla keçən müəllimlər məktəbə qaydanda belə 18-i araşdırın. 18-i imtahandan sonra müəllimlərin hal-hazırki psixoloji vəziyyəti nə yerdədir? Mənə barmaqla sayacaq 2-3 müəllim göstərə bilərsiniz ki... Bu dediyiniz Azərbaycan dili və ədəbiyyat müəllimlərlə danışıram. Mən xahişim də bu verilişlə bağlı, məhz bununla bağlıdır. 3-4 barmaqla sayılası müəllim var ki, onlar belə deyək də, yəni bu sertifikasiya imtahanında yaxşı nəticə yığırlar. Qalan hamısı, yəni belə deyək, bərbad nəticədir. Yəni, necə olur ki? Sualları səsləndirir, biz qısa aradan sonra studiyaya qayıdıb bu sualların cavabını birlikdə eşidəcəyik. Müəllimlər vaxtı 120 dəqiqədən geriyə doğru izləyə bilirlər. Yəni, çox yaxşı olar, çox faydalı olar ki, onlar bu vaxtı izləsinlər. Sual verim sizə. Buyurun, əlbəttə. 2022-də keçirilən ilk Azərbaycan ədəbiyyat sertifikasiyası suallarla cari ilin suallarının səviyyəsinə fərq var. Sizcə? Mən sualları tərtib edən tərəf deyiləm. Mənim üçün mühüm olan müəllimlərin əldə etdikləri nəticədir. Mən həmin ilin nəticələri ilə də cari ilin nəticələrini qarşılaşdıranda nəticələr arasındakı kəskin, sizin bəhs etdiyiniz qədər və ya sosial şəbəkədə müzakirə olunan kəskin fərq biz müşahidə etməmişik. Baxın, bu yerdə bizim tamaşaçımız yazır ki, bütün mübahisələrə son qoymaq üçün sertifikasiyada istifadə olunan testlər imtahanla dərhal sonra Təhsil Nazirliyinin saytında yerləşdirilməlidir. Əgər müəllimlərin suallarla tanış olmaq üçün istəkləri varsa, bu zaten imtahanın sonunda onlara təqdim olunur. Yəni, müəllimin öhdəliyi, müəllimlə bağlı ona yaradılmış imkan öz cavablandırmış olduğu və ya cavablandıra bilmədiyi suallarla bağlıdırsa, bu imkan zaten imtahanın sonunda ona təqdim olunur. Üzr istəyirəm, mən dünən yediyim çörəyin gün boyat olduğu necə dəlilsiz iddia edə bilərəm? Yox, mən dəlilsiz... Bilirəm, sizin çıxışınızı izləmişəm. Yox, mən xahiş edirəm. Nəticələrə və ya sübutlara dayanmadan... Sübutlara dayanırım. İmtahan, müəllimin əlində sual yoxdur. Necə apellyasiya geçsin? Apellyasiya necə geçsin? Baxın, apellyasiyanın mahiyyəti ondan ibarətdir ki, müəllim onu narahat edən məqamlarla bağlı müraciət edir. Bu müraciətlər bir neçə halda təkrarlanırsa, istənilən halda bütün müraciətlər, yenə deyirəm, apellyasiya prosesinin ən əsas mahiyyəti yalnız məzmunla bağlı deyil, eyni zamanda texniki nasazlıqla bağlı, prosesin təşkili ilə bağlı, müəllimləri narahat edən hər hansısa bir məqam varsa, onu bizə bildirməsidir. Biz Naxçıvan Muxtar Respublikasında
sualları üzərindən məsələni aydınlaşdırmağa Siz, çalışaq. Azərbaycan ədəbiyyat suallarını yəqin ki görmüsünüz. Mən şəxsən görməmişəm. Orada qüsurlu sual var. Bax siz dediniz ki, məsələn 6-cı şərt olmayanma cavablarda 6-cı şərt var. İndi Fakt. əgər icazə Buyurun Nurlan bəy, olsa, həm əvvəldə qeyd olunan münasibət qərəz məsələsi, eyni zamanda sonuncu sual barədə fikirlərinizi eşidir. Ümumiyyətlə prosesinin icrasına 2022-ci ildən başlanılıb. Biz başa düşürük ki, ümumi təhsilin təməl pilləsi məhz ibtidai təhsildir. Əvvəlcə bu prosesə 30 mindən artıq ibtidai sinif müəllimi qoşulub. Sonrakı proses isə məhz Azərbaycan dili ədəbiyyat müəllimlərindən başlayıb. Biz növbəti ildə sertifikatlaşma prosesinin ilk dövrünü tam başa çatdıracağıq. İndiyə qədər bu ilkləri də çıxmaq şərtlə cəmi 5 fən qalır. Amma bu fənlərdən ikincisi Azərbaycan dili ədəbiyyat olubsa, burada hansısa qərəzdən bəhs eləmək ilkin olaraq belə deyək də doğru olmaz. Digər bir məqam bizim üçün Sona doğru istərdik ki, sertifikasiya imtahanlarında narazılıqların az olması istiqamətində təkliflərimizi səsləndirək. Aqil müəllim, sizin istiqamətiniz üzrə istərdik ki, mövzumuzu davam etdirək. Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanlarda narazılıqlar olmasın deyə sualların tərtibində və imtahanın təşkilində, üzr istəyirəm, sualımı səsləndireyim, təşkilində nələr nəzərə alınmalıdır, sizin təkliflərinizi eşidir. Deyəcəm. Birincisi, maarifləndirmə məsələləri. Mən araşdırdım, son webinar, yəni bu sertifikatlar, mən Azərbaycan ədəbiyyatla bağlı deyirəm, 17 aprel 2024-də verilib. Əgər şey yoxdursa, mən şəxsən, özüm hazıram. O işi tam ödənişli əsaslarına eləməyə. Ayda 2 dəfə gərəkirsə. Yəni, maarifləndirmə işləri bu birinci daha məsələ. sıx olur, Gələm ikinci məsələ. Dimdə də o gün problem olmuşdu. Çoxlar əməli şəkildə müzakirə edilər və sualda müəllimlərin xeyrini hesabladılar. Bax, burada dediyim kimi, bax, o 6-cı şərt olma, qüsurlu sual müəllimlərin xeyrini hesablanmalıdır. Bu apellyasiya verilib mi Aqil müəllim? Əgər apellyasiya verilibsə... Əldə heç nə yoxdur müəllimə. Necə verək apellyasiya? Yox, hər hansı bir cümləsi mi, sözü mü müəllimin yadında deyilmi ki? 1, 2, 3, 4, 5, 6 olmuyor, variantlarda 6 var. Aqil müəllim, əgər sualların nömrəsi bilinmirsə, bax siz Necə bilinsin, siz əlimizə... Gəlirəm, üzr istəyirəm. Dəstək verə bilərəm. Məzar müəllim, üzr istəyirəm, bir şey də deyim. Bax, bu imtahan sualları ictimaiyyətə açıqlamır bir problem. Narazı müəllimlər dinlənilmir 2 problem və daha bir problem ortaya çıxıb. Deməli, Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsadov, baxın, dövlətin bir nümayəndəsi yox, Kamran Əsadov deyir ki, mən sualları görmüşəm, suallar 8-9 sinif dərslik səviyyəsindədir, təməl fən bilikləri, metodiki yanaşmalar əhatə edən sualları, yəni 8-9 sinifdə. Bunları da yaza bilməyən müəllim sinifə girmək filan və deyir ki, bizim əməkdaşlar təhlil edib mənə hesabat verirlər. Mənim imtahanda iştirak edədiyim suallar mənim özümə niyə verilmir ki, məsələn, Kamran Əsadovun bundan bu qədər belə açıq-aydın xəbəri var və açıq-aydın imtahandan keçməyən müəllimləri savadsız adlandırır. Nə boyda bir şeydir. Çox üzr istəyirəm Aqil müəllim. Gəlin belə eləyək də, məsələn, Kamran bəy özü burada olmadığı üçün biz onun adını təbii ki, verdiyi müsahibə əsasında siz qeyd edirsiniz, amma etiraf edək ki, etdik deyil ki, özü burada olmadığı halda biz onun adını dəfələrlə sadalayıq. Amma qeyd edədiyiniz nüanslar kifayət qədər vacib və bizə gələn mesajlarda da şikayətlərin bir çoxunda səslənən fikirlərdir. Təklifləriniz arasında birinci maarifləndirmənin daha geniş və sıx olması məsələsi. Sualların müəllimlərə sonradan verilməsi. Açıqlanması, mütləq açıqlanması. Suallar müəllimlərdə olmalıdır. Daha sonra... Suallar müəllimlərdə olmadığına görə belə şeylər ortaya çıxır. Bəli, bu sizin təklifiniz. Bu keçənin də vardı, müəllim apellyasiya edir. Mən şəxsən 2023-də apellyasiya müraciət eləmişəm. Mənə heç bir geri dönüş olmayıb. Bunlar hamısı var. Üçüncü təklifiniz nədir? Şəxsən sizdən orada görüşmüşdük orada. Aqil bəy, üçüncü təklifiniz nə oldu? Üçüncü təklifim hamıya eyni gözlə baxılsın. Azərbaycan dili ədəbiyyatı, riyaziyyata baxın. Bayaq müəllimənin dediyini. Bir paylaşırlar, neçə günlük filan, məsələn, Mil Muğan Təhsil Sektoru, filan nömrəli məktəb müəllimi, riyaziyyatdan 60 bal, ingilisdən 60 bal, bir dənə Azərbaycan ədəbiyyat müəllimi yoxdur. Azərbaycan dili Bu məktəbdə hansı mənzərəni yaradır, bilirsiniz? Texnikum qutarmış, heç texnikum üzünü görməmiş, deyək ki, məzunlar idilər ki, onlar bu, deyək ki, proseslərdə kənarda qaldılar. Məzahim müəllim, çox üzr istəyirəm. Bax, bu imtahanda çoxsu 2021-də miqdən keçmiş savadlı müəllimlər iştirak ediblər. Mən üzr istəyirəm, Aqil bəy, bayaq sizin xəticənizdə idi bu məsələ. Mən məsələ yenə qayıtmaq məcbur etdim. Onu demirəm, başqa şey edirəm, üzr istəyirəm. 5 gündür nə ARTİ-dən, nə Elm Təhsil Nazirliyindən bir nəfər də olsun müəllimlərə bir cavab verməyib. 5 gündür. Burada eləməyək, sosial şəbəkədə eləməyək. Mən ileri gəlmişkən burada icra orqanlarının nümayəndəsi